أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا نحن نزلنا عليك القرآن تنزيلا فاصبر لحكم ربك ولا تطع منهم آثما أو كفورا واذكر اسم ربك بكرة وأصيلا ومن الليل فاسجد له وسبحه ليلا طويلا إن هؤلاء يحبون العاجلة ويذرون وراءهم يوما ثقيلا نحن خلقناهم وشددنا أسرهم وإذا شئنا بدلنا أمثالهم تبديلا إن هؤلاء يحبون العاجلة ويذرون وراءهم يوما ثقيلا نحن خلقناهم وشددنا أسرهم وإذا شئنا بدلنا أمثالهم تبديلا إن هذه تذكرة فمن شاء اتخذ إلى ربه سبيلا وما تشاءون إلا أن يشاء الله
الله كان عليما حكيما يدخل من يشاء في رحمته يدخل من يشاء في رحمته والظالمين أعد لهم عذابا أليما صدق الله العلي العظيم. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruh. Nestağfiruhu ve nesta'inuh. Netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefi'ina ve mevlana Ebul Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve summes salat ala itretil mükerremin ve siyyema bakiyetullah fil aradin ve lanud daim ala a'dahi mecme'ine minel ana ila qiyami yevmiddin. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Ya Allah, mövzumuz 11. cüməmiz, mövzumuzun adı münacat. İnşallah ki Allah bizdən qəbul eləsin. Münacat eləmək, yəni Allahla xüsusi söhbət eləmək və məxsusi danışmaq, münacat pıçıldaşmaq deməkdir, Allahla dərdləşmək. Yaxşı, bura qədər neçə də mövzuya toxunmuşam. Ümid edirəm ki, dinləmişsiniz, qulaq asmışsınız, keçən söhbətlərə bax, ona gəl qulaq asmamışsınızsa. Və münacatın xeyirlərindən söhbət açdıq ki, xeyirləri nədir bizim həyatımızda? Münacat insanı dəyişir, ələl-xüsus meylini dəyişir. İnsanda alt qatda olan ali hisslər, istəklər önə çıxır. Münacat insanın dərin istəklərini önə çıxardır. Dərin istəklər məndə varam deyir. Neçə vaxtı mənə məhrum eləmirsən. Başın qaçışıb adi istəklərə, məndən uzaq düşmüsən, məni unutmusan. Dünən ləzzət aldıqva bugün nifrət edirsən. Münacatın xüsusiyyəti budur. Möcüzəvi xüsusiyyəti var. O dünənki insan sevdiyi günahlar, onu bataqlığa çəkən əməllər var idi. Ondan zövq alırdı. Bugün artıq ona nifrət edir. Münacatın xüsusiyyəti budur. Hər hansı pisliklərə vərdiş edən insanlar, onlar üçün gözəl reseptdir münacat. Allahla dərdləşmək, müalicəvizi eləyin. Onlar öz yerində, amma vaxt ayırın, Allahla danışın, gözəl reseptdir. Bir pillə gedirsən qabağa, bunu ilə bitmir məsələ. İnsan bir yerə gəlir, yetişir ki, Allah bir müddətdən sonra özü mane olur sənin səhv istiqamətə hərəkət eləmək və sanki çəkir səni, olmaz deyir. Elə bil çəkirlər səni, qoymurlar günaha tərəf getməyə, yoluvu deyişirlər. Nəsə işlər görür Allah, artıq özü mane olur və bunun müqəddiməsi səndən asılıdır, çünki sən bunu qazanmısan artıq. Sən öz ixtiyarınla bu yerlərə yetişmirsən ki, artıq əlvi atanda vururlar səni ki, olmaz. Bizim evdə uşaq olaraq, məsələn,
isti suya əlini tərəf çəkən kimi, oda tərəf əlini çəkir, tez ana vurur oradan, çəkir bu tərəfdən, oradan, buradan. Uşağı belə saxlayıb da ağuşunda qoymur uşağı neynəsin, səhv istiqamətə getsin. Və bir müddətdən sonra münacat insanı o həddə gətirib çatdırır. Arxayın olun bu sözümə. Qoy hədis deyim sizə. Fəizə kənə abdi kəzalikə. Mən bəndəm ki, gəldi bu hala yetişdi, bu vəziyyətə çatdı. Fəəradə ən yəshu, səhv eləmək iradəsini etdikdə, xultu beynəhu və beynə ən yəshu. Allah deyir, özüm daxil oluram mövzuya, mane oluram ona, imkan vermirəm ki, səhv eləsin. Ulaikə əvliyai haqqa. Əvliyai haqqa. Onlar mənim həqiqi vəlilərimdir, dostlarımdır. Onlarla belə ünsiyyətdəyəm. Bəzi vaxtlar rəhmətini də çəkər ki, görərsən insan səhv xəta eləyər öz ixtiyarı ilə yenə də ki, anlasın ki, əlindən tutan var Rəbbidir. Amma Allah deyir, qoymuram daha. Da vücudunda elə bir halət yaratmışam ki, imkan vermirəm səhv istiqamətlərə geçsin. Mənim yadıma düşdü, bir alim idi, böyük şəxsiyyətlərdən biri idi. Arif idi, alim idi. Deyir, bir gün dostlarının birinin bağına getdi. Dostu dedi ki, bala get bağdan bir dənə meyvə gətir. Verək, bu da yesin, dostumuz gəlib qonaq bizə, meyvə verək ona. Deyir, getdi o meyvəni gətirəndə, gətirdi, verdi, o meyvəni də elə biraz dişləmişdi, yemişdi, bütün halı dəyişdi. Haləti dəyişdi, rəngi, ruhu dəyişdi. Deyir, həmən o bağın yiyəsi, bu Arifin dostu qayıtdı, bala bu meyvəni hardan gətirdin? Dedi, ata, qurban sənə dedim, bağdan dər, bağda meyvələrə vaxtım, belə də ürək açan deyildi. Qonşunun bağından dərmişəm, amma narahat olma, özüm icazə alacağım, sonra deyəcəm. Dedi, bala, bu gələn sıradan alim deyil, sıradan adam deyil. Sonradan icazə alacağım, görsən, rəngi, ruhu dəyişilib. Halı dəyişilib. Bunu icazə al, sonra dərdə. Hə, insanın haləti budur. Bəzi vaxtlar bir yerə yetişir ki, xırda bir dənə mövzuya reaksiya verir. Reaksiya verir. Deyir ki, yox, necə düz getmədi. Necə düz getmir. Qəbul eləyə bilmir. Bu həddə paklığı var. Da artıq Allah ona lütf edib onu. Münacatın xüsusiyyəti budur. Buralara qədər gəlib çatdırar səni məni. Fəizə cəaltu ləzzətəhu fi zikri. Elə ki, mənim zikrimdən ləzzət aldı. Çətin ora qədər çatana qədərdir. Zikrimdən ləzzət alandan sonra axı zövqü dəyişildi, hissləri, duyğuları, meyli dəyişilib, indi zikirdən ləzzət alır. Elə ki, zikirdən ləzzət aldı, aşaqani, mənə aşiq olar. Eşqin yolu qəlbdən keçir. Ağıl qəlbi dəyişməsə, qəlbdə inqilab baş verməsə, insan aşiq ola bilməz. Eşqlə qəlb əlaqəsi var. Bu aydındır da. Bilirəm, deyir, yaxşı insansan, bilirəm, belə gözəl insansan, amma qəlbim istəmir də səni. Görünən budur, sevgi qəlblə bağlıdır, düz deyil. Allahla da belədir. Elə ki, o halətin dəyişildi, qəlbən ləzzət almağa başladın, aşiq olursan. Aşiq olursan. Eşq bir dəryadır ki, kim baş vursa çatdırmaz nəfəs, şairlər demişkən. O da elə bir dəryadır ki, adam girir içində qərq olur, yaxşı mənada. Elə hey, dərinliyinə qeyirsən bitmir. Münacat bura qədər çatdırdı səni məni. Halımı dəyişdi, meylimi dəyişdi, hisslərimə qədər təsirini göstərdi, ali istəklərimi önə çıxartdı. Günahlarda artıq Allah özü girdi səhnəyə, belə ki, get-gedə artıq aşiq olmusan, Allah sənə aşiq olub. Bu münacatın bərəkətidir. İnşallah vaxt ayırın özünüzə, Allahla danışmağa. Və münacatın özəyi, epicentri, mərkəzi zikirdir. Zikrullah, Allahı zikirləmək. Münacat nədir? Zikirləməsin də Allahı. Allahı xatırlamaq. Əvvəl dilinlə başlayırsan zikirləməyə, görsən qəlbində bir təsir yoxdur da, amma subhanallah deyirsən, yorulma. Dilin zikirir, qəlbin zikir etmir deyənə zikir atma. Şeytan sənə gələcək, mən sənə deyim haralarda sənə yaxınlaşacaq. Deyəcək sənə ki, olsa qəlbin zikirləmir, elə bu boş-boş subhanallah deməyin nə mənası. Çox insanlar buna görə namaz atdı. Çox insanlar bu mövzuya görə dindən uzaqlaşdı. Deyir, axı qəlb mən hiss eləyə bilmirəm. Yox, burax bu məsələni. Narahat olma, burax bunu Allahın öhdəsinə. Bir dönəm dilinlə zikr elə, narahat olma. Bir dönəmdən sonra qəlbinin dili açılacaq. Qəlbinin dili açılacaq. Səmərəni görəcəksən, arxayın ol. Məyus olma. Məyus olma. O deyir,
misal çəkir, əxlaq ustadları, ariflər qəşəng misal çəkir, deyir, görsən bir uşaqdır, indi hələ 5 aylıqdır, 4 aylıqdır, 6 aylıqdır, hələ bir söz demir axı. Ata gəlir bu yandan, deyir, ata dinən, ana gəlir bu yandan, deyir, ana dinən, baba gəlir dinən, baba dinən, nənə gəlir dinən, nənə, hər bir şey istəyir də uşaqdan. Uşaq heç birində demir hələ ki. Görsən, ana neyinir? Hər gün başlayır, ay bala, ana, ana de, ana de, ana. Günlərlə deyir, gündə bir 50 dəfə deyir, hərdən də yorulur, deyir, bu danışmadı da, danışmadı. Bəzən uzun da çəkir, dili gec açılır. Hər halda bu qədər ki yorulursan, bu qədər ki zaman çəkir, gündə bir 50 dəfə deyirsən, ana de, ata de. Uşaq ki bir dəfə ana deyir, ana deyən kimi o ana kəlməsinə bəndsən sanki. O yorğunluğun da itir, gülürsən, sevinirsən, hamı çağırırsan, deyəcək, ana dedi ya, bir də de. Görsən, biraz sükut eləyir. Nə oldu? Axırda uşaq neynədi? Ana dedi. Ariflər belə bənzədirlər. Dilinlə o qədər deyəcəksən, subhanallah, subhanallah, subhanallah. Axırda bir dəfə qəlbinin dili açılacaq, deyəcək, subhanallah. Qəlbinin ki, dili açıldı, dedi, subhanallah, bütün yorğunluğun çıxıb geyəcək, bütün məyusluğun itəcək, qəlbin tamamən aram olacaq, rahatlaşacaq, ki, artıq qəlbimin dili açıldı. O məsələ budur. Biz hər şeyə tezəl eləmək istəyirik axı. Bizdə maşallah hər şey bir 2 günə istəyirik, hər şey bitsin, qutarsın, belə deyil. Gələk, zamanla baş versin. Zamanla baş versin. Bir müştəhidin qızı idi, gedir həccə, getməmişdən qabaq atası ilə görüşür, deyir, ata bir sözün, deyir, bala, bu zikri çox eləyərsən, ya həfiz, ya əlim, ey qoruyan Allah, ey hifz eləyən Allah, ey bilən Allah. Yəni, qoru məni, hifz elə məni. O insan iffətini qorumaq üçün bu zikr eləyən, ya həfiz, iffətimdən müğayət ol. Qoru mənim, özümü, vücudumu, gözümü, əl çəkmə məndən, ya Rəbbəl aləm, mən əlimi çəksəm də səndən. Bu xanım deyir ki, mən elə hey bu zikri deyirdim Məkkədə, Kəbənin ətrafında, deyir, sanki özümü elə hiss edirdim ki, hər yerdən hasır alınmışam, məni qoruyurlar. Bunu da artıq qəlbimlə hiss eləməyə başladım. Dilimlə dedim, qəlbimlə hiss elədim. Bu bir dənə qaydadır. Bu bir dənə qaydadır. İnsan bir müddətdən sonra bunu hiss edir. İlk əvvəl dilin zikr eləsin, qəlbin qafil olsa da məyus olma. Bir dönəmdən sonra bu zikr edən dil qafil qəlbi yuxudan oyatacaq. Şəkələyəcək, dur ayağa. Axır görsən o budunnik, belə deyək də, axır zəngində qalxmır ayağa. Axırda bu da qalxacaq ayağa. Ona görə məyus olma. Mümkündür bir mənada zikr eləyəsən, bir mənada qafil olasan, dilin zikr eləsin, qəlbin qafil olsun, mümkündür. Əmirül-Müminin buyurur, la təzkurillah sahiyən və la tənsahu lahiyən. Çalış belə olma ki, elə dilin zikr eləsin, qəlbin qafil olsun. Yəni, buna kifayətlənmə, məyus da olma. Belə başlayacaq, amma bunu ilə kifayətlənmə. Vəzkurhu zikrən kamilən, kamil zikr eləyə bilirsən, kamil zikr elə. Yuvafiq fihi qalbukə lisanəkə, qəlbinlə dilin birləşsin, vəhdətləşsin, tohidləşsin. Batininlə get-gedə zahirin uyğun olsun. Narahat olma, bu zahirin bir müddətdən sonra batini dəyişər. Bir müddətdən sonra və la təzkurahu həqiqətə zikr, bir yerə gəlib yetişərsən ki, hətta tənsa nəfsəkə fi zikrikə. Zikr eləyəndə da artıq özünü unudarsan. Təfqudəha fi əmrikə, öz işlərində özü yaddan çıxardarsan, onu xatırlayarsan. İnsan bir dənə mərhələsi var, o kömək edeyim sizə bu hədisi izah eləmək üçün. İnsan çətinliyə düşəndə ilk əvvəl Allahdır yadında, çətinlikdən çıxandan sonra özünü görməyə başlayır. Mən deyib çıxdım. Əvvəl deyir, Allah mənə çıxart. Çıxandan sonra orada-burada danışır, gördüm qardaş necə çıxdı vəziyyətdən. İşin əvvəlində Allahdır, işin sonrasında qardaşdır. Qardaşın çıxdı vəziyyətdən. Bu mövzu hədis buyurur ki, bir yerə gəl çat ki, özünü görmə, Allahı gör hər halda, işin əvvəlində də axırında da. İşin əvvəlində də Allah axırında da. Təəssüf ki, işin əvvəlində özünü yox, Allahı, işin sonunda isə özünü görməyə başlayır. Hünər də budur. Hünər də budur ki, çətinlikdən çıxandan sonra da unutmayasan, onu görəsən. Prosesdə onun əlini görə biləsən. Allahın yadullahı görə biləsən ki, burada necə mənə tapdı, çıxartdı.
Yaxşı. Peyğəmbər Məkkəyə fəth eləyəndə, Məkkənin fəthi, Allah Məkkənin fəthindən söhbət açıb da Quran-ı Kərimdə İzə cəən nəsrullah vəl-fəth 3 dənə fəth kəlməsi keçib Quranda. İnna fətəhnə ləkə fəthən mubinən biz sənə aşkar bir fəth verdik. Bu Hüdeybiyyə sülhü idi. Hüdeybiyyə sülhünə müxtəlif baxışlar var idi. Bəziləri Hüdeybiyyə sülhünü Peyğəmbərin yanında olan bəzi səhabələr zillət gördü. Hətta Peyğəmbərə qayıt, sən Peyğəmbərliyinə bu qədər şəkkə düşməmişdim heç. Zəlil elədin bizi. Bəziləri zillət kimi gördü. Tarix adını sülh yazdı. Müşriklər özlərinin qələbəsi, Peyğəmbərin məğlubiyyəti kimi gördü. Allah isə bunun adını fəth qoydu. Hüdeybiyyə sülhü fəthdir. Hardan baxırsan məsələyə? Biri adını zillət qoydu, biri adını sülh qoydu, biri adını məğlubiyyət qoydu, Quran adını fəth qoydu. Quranın ad verməsi çox gözəldir. Çünki hadisəyə dəqiq baxa bilir. Ümumiyyətlə, hadisələrə, görüntülərinə baxıb tez qiymət verməyin. Tələsməyin, ay belədir, ay belədir. Bir gözdə məsələ çıxsın üzə görək, bu doğrudan kimdir, nəçidir? Zahir insanı aldadar. Zahirən fağır göstərən, batinən zalimin biri ola bilər. Biz tez biraz tələsirik, komment yazmaqda da tələsirik, fikir bildirməkdə də tələsirik, hər şeydə qaça-qaça düşmüşük. 2 dəqiqədə sonra fikrimiz dəyişir. Yan da hələ yazma. Allah sənə səbir versin. Hadisəni gör, keçmişini gör, gələcəklə əlaqəsini gör. Bu hadisə nə, hara insanı aparır, ondan sonra qiymət verməyə başla, dəyər verməyə başla. Fikir versən, bir dənə hadisə, biri belə baxır, biri belə baxır, 4 dənə baxış var, amma Quran nöqtəni qoydu ki, bu fəthən mubinadır. Biz aşkar özdə fəthidir. Sən görə bilmədin bunu. İkinci fəth Quranda Fəthun qərib Xeybərin fəthidir. Üçüncü fəth Məkkənin fəthidir. İzə cəə nəsrullah vəl-fəth. Elə ki, Allahın nəsri köməyə gəldi, fəth oldu. Yaxşı, buna işim yox, mövzumu oradan uzatmayayım da. Bu Məkkə ki, fəth olanda Peyğəmbər nə dedi? Məkkənin içinə girəndə, Məkkənin içinə hələ ki girir, fəth olacaq, ayə gəldi. Ayə budur. Peyğəmbər, bəli, ya Rəbbəl aləmin, qul Rəbbi ədxilni mudxələ sidqin və əxricni muxrəcə sidqin və cəlli min lədunkə sultanən nəsira. Tərcüməsi ayənin deyir. Mənim Allahım sədaqətlə bu işə içinə daxil olmağı, bu işi görməyi mənə nəsib elə, bu işi bitirəndə də sədaqətlə, ixlasla bu işi sonlandırmağı mənə nəsib elə. Əvvəlində də səni görüm, axırında da səni görüm. Əvvəlində səni, axırında özümü görməyim. Bu ayə gəldi. Məkkənin fəthindən də qabaq Peyğəmbər məni gör, Məkkənin fəthindən də sonra məni gör. Peyğəmbər də əməl elədi. Gəldi, yetişdi Kəbə evinə. Kəbə evinə çatanda artıq ki, Məkkə fəth oldu. Dedi, la ilahə illallah vəhdə. Sən təksən, tək məbudumsan. Əncəzəhu vədəh, vədi və sadiq çıxdun. Nəsərə əbdəh, əbdüvə kömək elədin. Demişdin, kömək eləyəcəm və kömək elədin. Və həzəməl əhzabə vəhdə, sən məhv elədin. Əvvəldən axıra dua tohiddir. Əvvəldən axıra dua tohiddir. Deyirlər, Əbu Sufyan dayanıb baxırdı qıraqdan ki, ilah, bu nədir? Bu necə fəth elədi axı bu Məkkəni? Öz-özündə deyir, düşünürdü. O qədər düşündü ki, dilinə gətirdi. Hərdən adam bilmir axı. Sən başlayır danışmağa. Başlayır danışmağa. O zehnində fikirləşdiklərini dilinə gətirməyə başlayır. Biri də deyir, nə deyirsən? Deyir, Əbu Sufyan öz-özlüyündə baxır bu səhnəyə. Görür, Məkkə də fəth oldu. Məkkə fəth oldu nədir? Kəbənin üstünə qara dərli bir insan çıxıb. Azam verir, ürəyi partlayır. Bu, hardan hara gəldi? Bu qara dərli hardan hara gəldi? Məkkənin fəthi bir tərəfə mədəni inqilab baş verib ki, bir qara dərli çıxır. Yəni, bu artıq bir mesajdır ki, Peyğəmbər demək istəyir ki, məni üçün meyar qara dəri, ağ dəri, rəng, irq söhbəti deyil, mənim üçün dəyər Allahla sənin ünsiyyətindir. Bu, hardan hara gəldi? Bizim saymadığımız çıxıb Kəbənin başına. Peyğəmbər nə qədər iş gördü bir dənə hadisə ilə.
Bunu düşünə-düşünə dilinə gətirib, bu necə oldu, bu necə oldu? Bir də gördü, arxadan bir nəfər çiyninə əlini qoydu belə, 80-dir də bizim dilimizdən. Üzünü çevirəndə gördü Peyğəmbərdir. Peyğəmbər bir cümlə dedi, billahi qələbtuk, Allah məni qalib elədi. Bir adam o fikirləşirdin, deyim sənə cavabı, billahi qələbtuk, Allah məni qalib elədi. Sözün var? Nələr elədin, nələr etmədin, nə bacardın etdin. Nə istədin etdin, amma billahi qələbtuk. Allah istədi, mən qalib olum, qalib də oldum. Bəndə kimi boynuma düşənlərə etdim, Allah da mənə qalib elədi. Sözün var? Budur xət, budur yol. O anda da deyəsən, billahi qələbtuk. Mağarada da deyəsən, Allah. Mağarada o Peyğəmbəri öldürmək istədən, mağarada o tərəfə çıxış yoxdur ki, dayanıb orada. Orada nə dedi? Mağaranın içində, düşmən o tərəfdən, mağaradan bu tərəfə çıxış da yoxdur. Çıxış da yoxdur. Daşdır, qapı da yoxdur. Yusufda qapı var idi, bağlı idi. Burada qapı yoxdur. Çıxa bilməzsən. Orada deyir, innə məyyə Rəbbi, mənim Rəbbim var. Bu Musa deyib. Bizim Peyğəmbər deyir, innəlləhə mə'ina. Allah bizləndir. Özü birinci Allah dedi. Orada da dedi Allah məğaranın içində. Gəldi Məkkəni də fəth eləyəndə də billahi qələbtuk. Allah mənə qalib elədi. Buna deyirlər zikr. Əvvəldən axıra zikr. Elə ki, qəlbin dili açıldı mənim qardaşım, mənim dəyərli bacım. Qəlb ki, başladı zikr eləməyə. Bir müddətdən sonra bu zikr bütün vücuduma gələk hakim olsun. Bütün əzalarıma sirayət eləsin. O deyir, qulağımla təkcə eşitmədim, bütün canımla eşitdim. Adam bəzi vaxtlar bir səsi bütün canı ilə eşitməyə başlayır, bütün vücudu ilə. O ilahi səs, o pak insanların nəfəsi belədir. Nəinki təkcə qulağını eşidir, bütün canını eşidir. Allah Peyğəmbərimizə deyir, buyurur, قُلْ لَهُمْ فِي أَنْفُسِهِمْ قَوْلًا بَلِيغًا. Ay Peyğəmbər, elə danış, qulağı yox, canına getsin, səs çatsın, cana səs çatsın. Yəni, bütün əzaları eşitsin, bu səsi. Dili də eşitsin, ağzı da eşitsin, əli də eşitsin, gözü də eşitsin. Bütün vücudu bu səsi eşitsin. İnsan ki, gəldi zikirdə, əvvəl dili ilə zikr elədi. Bir dönəmdən sonra qəlbin ki, dili açıldı, qəlb başladı zikr eləməyə. Get-gedə bütün əzalara hakim olur bu zikir. Bütün əzalar. Bütün vücuda sirayət edir. Bütün vücud deyəndə nəzərdə tutulur. Bütün vücud, əql, qəlb, nəfs əzalardan ibarətdir. Ağıl, didim, qəlb, nəfs, əzalar. Bundan başqa bir şey yoxdur. Ağılın işi düşünməkdir, qəlbin işi məhəbbət, nifrətdir, nəfsin işi xüsusiyyətlərdir, xarakterdir, pis, yaxşı, əzaların işi əməllərdir. Bax, sən bu dörddən ibarətsən. Bu dördün hər birinin bir-birinə təsiri var. Yuxarıdan aşağıya, aşağıdan yuxarıya fərq eləməz. Düşüncəvin qəlbivə təsiri var, qəlbivin nəfsivə təsiri var, nəfsin əməllərə təsiri var, düşüncəvin duyğulara təsiri var. Bunlar hamısı təsirsiz ötüşmür. Hətta əməlvin də belə get-gedə qəlbivə, qəlbdən də gedib əqlivə təsiri var. Əməl bəzi vaxtlar get-gedə edirsən, günahı edirsən, bir müddətdən sonra əqlivin düşüncəsi də deyişilir. Deyirsən, bunu kim deyir ki, günahdır? Düşüncəvi deyişdi əməlin. Bu əzaların bir-birinə təsiri var. Təsiri var. Bunu unutmayın. Kamil zikir də budur ki, bütün vücuduva daha artıq zikir hakim olub. Nə mənada? Artıq bütün vücudun Allahın itaətindədir. Boş nöqtə yoxdur. Bütün canınla Allaha itaət edirsən. Hədis deyirəmsə Peyğəmbərdən, Ətə'əllah fəqət zəkərəllah. Allahı zikr edən, yəni kamil zikr edən tam mənada Allaha itaət edir. Və in qəllət səlatuhu və siyamuhu və tilavətuhu. Baxmayaraq namazı, orucu, zikri, tilavəti, Quranı azdır, amma bütün vücudu ilə nədir? Zikri. Qəzası yoxdur öz yerində. Zikri var deyənə, bütün əzaları ilə Allahın hüzurunda itaətdədir deyənə elə bir zakirdir. Kamil zikir budur. Bütün vücudun Allaha itaət edir. Mən kənə qafilən anhu fəhvə asin. Kim ki, qafil oldu ondan, o asidir. Deməli, kamil zikir, yəni bütün əzaların itaətidir. Bütün əzaların zikridir. Bütün əzaların nə idi?
get-gedə itaətidir Allaha. İnsan bu yerə gəlib çata bilir. Baxın, asla gəldim də, dilinlə zikir qəlbivə. Elə ki, qəlbin zikirlədir, get-gedə bütün vücudu ələ alır. Bütün əzaları. Bir dönəmdən sonra artıq özün zikirdən ibarətsən. Sənə baxan insan da halı değişilir. Günah məqamında günah fikrindən dönür. Səni görəndə günahdan utanır. Artıq vücudun zikr olub. Getdiyin məclisi değişə bilirsən. Keçdiyin yolda insanlar səni görüb zikr eləyir. Allah ya da şurada zikir yəni bu məndə. Günaha gedən yolun değişir. Allahdan küsən Allahdan barışır. Addımlarında bu qədər bərəkət var. Çünki vücudun zikirdir. Hünər də budur. Vaxtımız azdır ki, elə sözlərimizlə insanlara hidayət edəyik. 70 il çox azdır. Baxışınla da hidayət elə, oturmağınla da hidayət elə. Yeməyinlə də hidayət elə, yol yeriməyinlə də hidayət elə. Vaxt çox azdır. Çox azdır. Hər saniyə bir dənə hidayət ola bilər bəşəriyyətə. İnsan bir dönəmdən sonra bu halı gəlib çatır. Arxayın olun. Vücud olur zikir. Bunun zirvəsi Peyğəmbər və Əhl-i Beytdir. Allah Talaq surəsində buyurur, Qəd ənzəlallahu ileykum zikrən, rasulən. Mən sizə zikri göndərdim. Kimi? Peyğəmbəri. Peyğəmbəri deyir, özü zikirdir. Özü. Canı zikirdir. Xanım bu həddə yetişə bilər. Kişi yetişər. Zikrullah ola bilər, zikrullah ola bilər. Zikru Əliyin ibadə, Əmirül Mömin adını da çəkmək ibadətdir. Nə mənadır? Çünki onun adı çəkəndə Allah yada düşür, başqa yolu yoxdur. Allah xalq. Çünki Allahın adlarının güzgüsüdür. İnsan bu yerə gəlib yetişə bilir. Peyğəmbərin ləqəblərindən künyəsi nədir? Əbul Qasim. Əbul Qasim nədir? Qasimin atası. Bir nəfər gəldi, sual verdi məsuma, imama. Dedi, Əbul Qasim nə deməkdir? Dedi, Qasimin atası da, Qasim adlı oğlu var idi, dünyasını dəyişib uşaqlıqda. Peyğəmbər də Əbul Qasim, yəni o Qasimin atası. Dedi, bundan keçsə bir pillə də yuxarı deyərsən. Dedi, bir pillə yuxarı sən, bir pillə yuxarı sənə deyim. Əbul Qasimin mənası budur, dərin mənası. Əli Peyğəmbərin qucağında böyüyüb. Peyğəmbər onu tərbiyə edib. Peyğəmbər deyir, ənə ədibullah və əliyyun ədibi. Məni Allah ədəbləndirdi, Əlini də mən ədəbləndirdim. Əli ənfusana ənfusakumdur. Peyğəmbərin canıdır, düz. Tərbiyə elədi, Peyğəmbər gəldi, çatdı ora. Peyğəmbər onun mənəvi atasıdır, bəli. Əbul Qasim deyəndə Əmirül Möminlə əlaqəli mövzudur. Nə mənada? Əlinin adıdır, ləqəbidir Qasim. Qasimdir, yəni Qasimun nari vəl cənnə. Əli cənnətlə cəhənnəmi bölən şəxsdir. Yəni nə mənada? Ola bilməz bir adam Əmirül Mömindən nifrət eləsin, cənnətə getsin. Qasimun nari vəl cənnədir. Vücudu gəlib bu hala yetişib artıq. Özü bir canı ilə bölür. Bax, Əmirül Möminə olan münasibət və özvü tanı. Gör, Əmirül Möminin fəziləti danışanda narahat olursan, narahat olursun, qəlbə sual ver, mən niyə narahatam? Bu qədər Allah onu tərif edib Quranda, mən Əli adı çəkiləndə narahat oluram. Niyə bir nəfər Əmirül Möminin adını çəkəndə mən deyirəm, mövzunu deyiş. İstəmirəm qulaq asım. Nədir mənim dərdim? Qəlbimin dərdi nədir? Dərs sualdır da, Peyğəmbər bu qədər onu tərif edib. Bu qədər onu tərif edib Allah Taala Qur'an-ı Kərimdə. Qasimun nar vəl cənnədir. Qəlbinin halını istəsən biləsən, bax Əmirül Möminin olan münasibət və Əmirül Möminə Allah belə bir məqam verib. Necə hadisə ola bilər Qasimun nar vəl cənnə olsun? Allah Bədrin adını qoyub Qur'an-ı Kərimdə Yevmül Furqan. Gedin Qur'ana baxın, Yevmül Furqan yəni ayırdı. Nəyi ayırdı? Haqq əhli ilə batil əhlini ayırdı. Kim haqq əhlidir, o da bilindi. Kim batil əhlidir, o. Bəzi vaxtlar insan gizlənir pərdə arxasında. Amma bir situasiya gəlir, orada iç üzlər də çıxır ortaya. Orada onu görməyən müşkül gözündə deyil, müşkül qəlbindədir. İnatkarlıq eləyir, inatkarlıq. Olduğu kimi görmək istəmir, olduğu kimi təhlil eləmək istəmir. Bədir kimi müharibə haqqı batildən ayırdı. O Bədirə baxıb haqqı batildən ayırıb bilmirsənsə, müşkül sən özündədir artıq. Allah ona görə adını qoydu, Yevmül Furqan. Hadisə özü Furqandır, haqqı batildən ayırandır. Bəzi vaxtlar insanın da vücudu Yevmül Furqandır. Furqanın özüdür, haqqı batildən ayırır. Bax, Əmirül Mömini gətirdi, qoydu Allah Taala səhnənin ortasına. Bax, münasibət və oradan bilsin qəlbinin halı nədir. Qəsimdir, bölür.
Bölür. Dedi, bəsimdir, mənim çıxdı, getdi. Sahabə işləndən sonra dedi, bəsimdir o şəxs, İmam Sadiq. Amma bir nəfər deyildi ki, əgər davamını soruşurdu, yenə də batinin mənasını açacaqdı. Əbülqasım başqa mənaları da var, çox mənası var. Bir dənə də mənasını mən sizə deyirəm indi. Peyğəmbər getdi Meyraca. Gəldi, çatdı Meyraca. Bir yerdən sonra dedi, Həzrət Cəbrail da gedə bilməz oradan o tərəfə. Kamil insan budur. Bəzi məktəblərin təqdim etdiyi kamil insan mələkdən aşağıdır. Mələkdən çox aşağıdır. Qeybi bilə bilməz kamil insan. Bəzilən baxışı budur. Şəfaət eləyənməz, bəzən baxışı budur. Düşürdü bir insanı, cindən də aşağı, mələkdən də aşağı. Halbuki bir dənə insandır ki, Allah ona deyib, əhsənül xaliqin, nə gözəl səni yaratdım və ona deyib, sən mələklərin ustadı ol. Mələklərin gördüyü işi deyəndə kamil insan gördüyü şirk edirsən. Niyə kamil insanın baxışı budur? Mələk ölünü dirildə bilir, İsrafil, suru ilə dirilər, qiyamət baş verər. Mələk ruzu verir, Mikail mələk. Cəbrail elm gətirir, gətirir. Bu kamil insan tələbəsidir, tələbə bunu eləyir, ustad niyər. Gəldi, çatdı bir yerə, Həzrət Cəbrail dedi, ləhtərəqdu, mən ora qalxsam yanaram, mənnidir. Mənnidir, qal burada. Peyğəmbər qalxdı, haralara qalxdı, Quran belə təqdimi, qaba qovseyni, o ədin, haraları nə bilim ara. Getdi bir yerə çatdı. Çatdı orada söhbət, Allahla danışdı. Bu xüsusi söhbətdir. Bunun haqqında bir vaxt danışaram. Allahın bəndə ilə xüsusi söhbətləri var. Bəşər bəzi vaxtlar bir yerə yetişir ki, Allahla özünün arasında heç kəs yoxdur, mələk də girməyib. Onun Quranda ayəsi var. Allah bir nəfərlə danışması 3 cür danışar. Min vərə hicab, daşdan səs gələr, ağacdan səs gələr. Bu bir. O yursil rəsulə, bir mələk göndərər. Onun vasitəsilə danışar. Məsələn, bir də o vəhiyyən. Bu vəhiy burada xüsusi Peyğəmbərə gələn vəhiy deyil, xüsusi deyirlər danışmaqdır ki, orada da nə mələk girər ortaya, heç kəs girməz, birbaşa ünsiyyətdir. Peyğəmbər çatıb orada söhbət edir. Nə qədər söhbət oldu, ondan işim yoxdur. O söhbətlər bitəndən sonra Peyğəmbərə Allah qayıtdı. Ya Əbəl-Qasim. Ey Əbul-Qasim. Dedi, bəli. Dedi, gedə bilərsən. Hadiyən məhdiyya. Həm özün hidayət olmuşsan, həm get hidayət elə. Bu deyik, qayıtdı. İndi o qayıtdı, belə bir dənə göyə çıxmamışdı, nə bilim, Mars deyil, Yupiter deyil, oradan söhbət gedmir. Bu mənəvi yüksəlişdir, meyrac ruhun yüksəlişidir, materiya aləmindən söhbət getmir. Qayıtdı, qaydanda o mələk qayıtdı ki, ya Rasulallah, bəli, nə söhbət oldu, dedi, oradan, buradan, müəyyən nə deməlidirsə dedi. Ondan sonra dedi ki, Allah mənə qayıtdı ki, ya Əbəl-Qasim, ey Əbul-Qasim, gedə bilərsən artıq, hadisən, məhdisən, get hidayət elə insanlara, özün də hidayət olmuşsan. Orada Cəbrail qayıtdı ki, sual eləmədin ki, ya Əbül-Qasim nə deməkdir? Deyir, yox. Dedi, amma ilk dəfə o sözü mənə deyən Allah oldu. Allah adımı qoydu Əbül-Qasim. Deyir, soruşmadın ki, Allah niyə adımı, niyə mənə belə bir künyə verdin, Əbül-Qasim? Deyir, yox. Niyə, ya Rasulallah? Deyir, Allahın əzəməti tutdu məni, deyə bilmədim. Əzəməti tutdu, deyə bilmədim. Bunu deyən kimi Allahdan səs gəldi, Həzrət Rəsul-i Əkrəmə. Ya Əhməd, ey Əhməd, Allahümə sallallahu Muhammed və alə Muhammed. Əlləzi summiyə fissəmai Əhməd. Yerdə Muhammeddir, səmada Əhməddir. Muhammed yəni tərif olunan, sənə olunan, Əhməd yəni çox həmd olunan, çox sənə olunan. Yəni göydə tanıyırlar bu kimdir, yerdəkilər nə tanıyır ki bu kimdir? Gələk göy əhli olasan ki biləsən kimdir. Gələk ruhun pərvaz eləsin ki Rəsul-i Əkrəmi tanıyasan. Yoxsa sən Peyğəmbər elə belə bu qədər tanıyarsan. Bundan artıq yox. Yanzuruna eləyəkə və la tubsirun. Baxırlar amma görmürlər səni. Görmək üçün qalxmaq lazımdır. Yerdən nə görərsən ki, dağa çıxmalısan ki yeri yaxşı görəsən. Ya Əhməd, bəli, İnnəmə kənnəytükə Əbəl-Qasim, adıvı ki qoydum Əbul-Qasim künyə, liənnəkə təqsimu rəhmətən minni beynə ibadi. Sən feyz vasitəsisən, sən rəhmətin məcrasısan, sənin vücudun vasitəsi ilə yer üzünə rəhmət süzülür. Harada rəhmət varsa sənin əlindən süzülür. Təqsim olunur. Rəhmət səndən gəlinir, bölünməyə başlayır, səpələnməyə başlayır. Sənin vücudundan səpələnir bütün küllü aləmə. Sən feyz məcrasısan, ya Əbəl-Qasim. Əbəl-Qasim yəni bu. Təqsim edirsən, bölürsən. Bu məqamdasan sən. Çatmısan bu yerlərə.
İnsan ki, oralara çatdı. Hara gedir, ora rəhmətdir. Ona görə deyir, وَمَا أَرْسَلْنَاكِ إِلَّا rəhmətən lil-aləmin. Sən bütün aləmlərə rəhmət göndərmişəm. İndi kimisə o rəhmət okeanından istifadə eləyə bilmir. Müşkül özündədir də okeanın içində bir dənə putulqanın ağzın bağlı atdı olacağı suyla. Olmayacaq ki. Müşkül okeandadır. Yox. Müşkül o putulqa bağlıdır ağzı. Müşkül Əbu Cəhildədir, Peyğəmbərdədir. Müşkül Əbu Ləhəbdədir, Süfyandadır, Peyğəmbərdə, Muaviyyədədir, müşkül Peyğəmbərdə deyil ki. Gördülər, hidayət ola bilmədilər. O müşkül Peyğəmbərdə deyil. Müşkül onlardadır. Çünki xətəməllah alə qulubihimdilər. O canlı zikir təsirlənə bilmirlər. O vücuddan bəhrələnə bilmirlər. Elə bir vücuddan bir bəhrə əldə edə bilməyən can bu gündədir. Nə deyim mən sizə? İnsanın münacat bura qədər gətirib çatdıra bilər. Bura qədər yetişə bilərsən. Qapı açıqdır. Qapı açıqdır. Gəl o yerə çat. Gecə münacatlarına müğayət olun. Oturun Allahla dərdi dəl eləyin. Danışın Allahla. Danışın Allahla. Bir müddətdən sonra dilin, qəlbinin dilini açacaq. Narahat olma. İnşallah. Allah qəbul eləsin. Elhamdülillah Rabbil Allahümme inna nəs'əlukə və nəd'uk bismikəl əzizil əğzəm, əl-əcəllil əkrəm. Allah sənə and verəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə. Bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurunu təcil eləm. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi və Rəbb, o kəslər ki, bizdən dua istəyiblər, o qardaş bacılarımın dualarını qəbul edir. Ekran qarşısına əyləşənlər var. İlahi, onlar da əllərini sənin dərgahına qaldırıblar. Onların nə hacətləri varsa, onlardan qəbul edir. İlahi, xəstələrimizə tezinə şifaya, acil inayət. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezinə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə, İmam Hüseynlə məhşur elə, onların yaxınları, ailələri, anaları, övladları, qəlblərinə hüzur və aramlıq nazil elə, Peyğəmbər və əhl-i beytinə salavat hədiyyə elə. Allahumma salli ala Muhammed.